Tatlıdır. Tatlıdır Mehri. Çok tatlıdır. Mən elə gəlir ki, siz bu səsi mütləq dinləməlisiniz. Çünki çox qəşəngdir. Ye kızım ye. Hı. Mandalina. Ye. Mandalin. Sağ ol, sağ ol. Of, lokma getdi. İndi də xurma gedir. Miri, ne yiyirsən sən? Ne yiyirsən? Maç göndər. ASMR video çəkir elə bil ki. Of. Oy, sağ ol. Ye. Kanalıma abone olun, videolarımı bəyənin. Anam sizə qəşəng videolar çəkəcək. Sağ ol. Aferin sənə, aferin. Ye, baxsın xalalar. Ye, baxsın bəbələr. Və beləliklə Mehri günorta yuxusuna getdi. Mən isə başlayıram Mehrinin tökdüyü oyuncaqları yavaş-yavaş yığışdırmağa. Ümumiyyətlə Mehri haqqında biraz məlumat verim. Mehri 1 yaş 7 aylıqdır. Mən ona qəti surətdə telefon bu vaxta qədər verməmişəm. Sadəcə çox kiçik miqdarda bir gün ərzində 10-15 dəqiqə ona telefonda YouTube'da müəyyən pişiklərə baxmağa icazə verirəm. O da ancaq pişik deyir. Hətta telefonun belə adını bilmir. Telefona pişik deyir. Elə bilir ki, orada ancaq pişiklər olur. Danışdığım müddətdə oyuncaqları yığışdırdım. Bu göstərdiyim farel balığıdır. Mən ümumiyyətlə balığı sevirəm, amma kiçik balıqları yox, iri balıqları və çünki kiçik balıqların sümüklərindən çox qorxuram. Mehrini yatıstırandan sonra özüm günorta yeməyimi yeyirəm. Səhər yeməyi çox yeyə bilmirəm. Ona görə günorta yeməyimi biraz yaxşı yeməyə çalışıram. Axşam isə atışdırıram. Gördüyünüz farel balığını biz donmuş, təmizlənmiş vəziyyətdə almışıq. Bu formada satırlar marketdə. 1 kilo 800 qram idi və ümumi 23 manat farel balığına ya da ki 25 manat. 25 manat pul vermişdik. Çox dadlı olur, amma bircə pis cəhət odur ki, çox dağılır bişəndə. Mən buna un vuranda çox qızarır. O halda dəhşət çox qızartılı olduğuna görə sevmirəm. Çünki mədəmizi ağrıdır. Ona görə məcbur unsuz qızardıram və bu halda da dağılır. Amma eybi yox, əsas odur sağlıqlı olsun. Yüngül qızardılmış daha çox sevirəm. Və mən yeməklə ən çox su və ya çay istifadə etməyi xoşlayıram. Həmişə yeməyə oturanda yanımda ya su ya da çay olmalıdır mütləq surətdə. Mən burada yeməyimi yeyim, Mehri isə hələ ki yatsın. Deməli, bizim yaşadığımız hal-hazırdakı ev bura açıq balkondur və küləyin gücünə baxın zəhmət olmasa. Biz bura klyonka vurmuşuq ki, heç olmasa bir tərəfdən küləyi vurmasın ki, biraz istilik olsun. Və küləyin gücü görün klyonkanı neyinir. Dəhşət, dəhşət. Külək çox dəhşətdir burada. Yaz tez gəl. Artıq bezmişik soyuqlardan. Çox soyuqdur, burada qalmalı deyil.
Bu soyuqda mən balığımı yedim və burada da kartof qaynayır. Qaynayıb qutarandan sonra səni püre edəcəyik. Balığın yanında biz kartof püresi yeməyi xoşlayırıq və bizdə xüsusi bir ot var. Hansı ki o otu mən hələ heç bir mağazada, heç bir marketdə, superstorlarda, heç bir yerdə görməmişəm. Yalnız bizim rayona məxsusdur və həmin otdan biz kartof püresinə vururuq və onu bəhbəhlə yeyirik. Çünki çox dadlı olur. Həmin otu sizə göstərərəm, amma onu təəssüflər olsun ki, heç bir marketdə tapa bilməzsiniz. Bu ancaq bizim dağlara məxsus bir ot olacaq. Həmin ot budur. Bu otun adına biz aybə deyirik. Amma bu otun hələ də necə toplandığını mən bilmirəm. Sadəcə bizə rayondan gəlir və biz bunu bəzən pulla alırıq, bəzənsə pay gəlir. Artıq bitməyinə az qalıb görürsünüz. Bu da bir işarədir ki, bu otdan almaq lazımdır. Mehri hələ ki yatmağında olsun. Mən isə kartof artıq bişdi. Onun suyunu süzdüm. Yağını əlavə elədim. Bu otdan və duz da tökəcəm və buna qarışdıracağam. Bu da olacaq sadə püre. Burada zəhmət olmasa videonu 1 saniyəlik dayandırıb kanalımıza abunə olaraq Mehriyə dəstək ola bilərsiniz. Mehri sizin üçün çox gözəl videolar paylaşacaq və çox yaxşı motivasiya olacaq. Püre hazır. Balıq hazır. Mehri durana qədər gedib istirahət eləyə bilərik.